UFC-nin piratı Şarabulet Magomedov UFC əfsanəsi Edson Barboza ilə güləşəcək. 11 mart tarixində Hype Fight təşkilatının Braziliyada keçirilən turnirində Şarabulet UFC əfsanəsi Edson Barboza ilə güləşəcək. Qarşılaşma ringdə olacaq, 10 dəqiqə ərzində keçiriləcək, qalib tərəf isə yalnız submit eləyən tərəf olacaq. Bu cür olduqda qarşılaşmaların heç-heçə bitmə ehtimalı yüksəlir. Necə ki Şara ilk güləşini Arman Sarukyana qarşı eləmişdi və Arman kimi bir güləşçiyə qarşı heç-heçə qalmağı bacarmışdı. Şaranın bu səfərki rəqibi Edson Barbozadır. Barboza artıq 40 yaşındadır. Əslində hər ikilinin UFC-dəki döyüş stili ayaq üstədir. Yəni məhz ayaq və əl zərbələri. Ancaq bu səfər özlərini güləş ringində yoxlayacaqlar. Qarşılaşma haqqında fikirlərimi deyəsi olsam, Şarabuletin məğlub olacağını düşünmürəm. Əslində hər ikisinin güləş bazası yoxdur. Ancaq iki kickboksyorun güləşməyi də maraqlı gəlir. Yeri gəlmişkən Just Fight layihəsi böyüyür. Əgər öz brendinizi YouTube və TikTok platformasında geniş kütləyə çatdırmaq istəyirsinizsə, bizimlə əməkdaşlıq edə bilərsiniz.